Salam dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 8 nömrəli kataloqumuzdan olan yenilişlərimizi təqdim edirəm. Hər birinizə xoş izləmələr diləyirəm. İlk öncə kataloqumuzu sizlərə göstərim. Çox gözəl kataloqumuz var yenə də və kataloqumuzun da yeni alıcıları üçün, yeni qeydiyyatdan keçənlər üçün çox möhtəşəm 2 hədiyyəsi var. Rəngləri ilə seçilən tuşumuz və Alchemix ətrimiz. Əgər siz də hələ də favoritlikdə yoxsunuzsa, o zaman bu fürsəti qaçırmayın, dəyərləndirin bu fürsəti, bu kataloqumuzu qeydiyyatdan keçin və siz də bu yenilişləri sınayaraq hədiyyələrə sahib olun. İndi isə keçid edirəm sifariş etdiyim məhsullarıma və bu günə qədər heç istifadə etmədiyim məhsulları, yenilişləri göstərim ilk öncə. Çünki hər biri çox maraqlıdır mənim üçün. İlk öncə Leto seriyasından olan uşaqlar üçün nəzərdə tutulmuş SPF 30. Bu kremi göstərmək istəyirəm və qeyd edim ki, bu kremi istifadə edərkən uşaqların hidrofil yağından istifadə edib bunu təmizləməyə ehtiyac yoxdur. Çünki şirkət uşaqlar üçün bu SPF-i elə bir formada hazırlayıb ki, sadəcə olaraq hər hansısa bir uşaq şampunuyla, məsələn elə bu şampunun özü ilə də yuya bilərsiniz və çox gözəl şəkildə SPF-i dərinizdən təmizləmiş olacaq. Daha doğrusu uşaqların dərisindən təmizləmiş olacaq. Qətiyyən yapışqan hissi buraxmır, çox gözəldir, nəmləndirmə effekti superdir. Elə bunu da göstərmişkən, bunu da sizlərə təqdim edim. Hər zaman istifadə etdiyim balaca qızım üçün 1 yaş plus belə saç və bədən üçün şampundur. Çox qəşəngdir. Qətiyyən gözləri yaşatmır, çox da gözəl təsir edir. Digər məhsulumuz isə yenə də Leto seriyasından olan belə gözəl, maraqlı bloku olan, baxın, çox gözəldir. Əl kremidir. Çox gözəl şəkildə qablaşdırılmış və paketlənmişdir. Sevirəm Faberlic'in bu üstünlüyünü. Həqiqətən də məhsullar çox gözəl şəkildə bağlanılır və məsləhətçiləri üçün təqdim olunur. Elə bağlanılır ki, hal-hazırda mən bunu aça bilmirəm. Baxın. Çox gözəl. Qablaşması, boyutu da çox yaxşıdır. Çantanızda gəzdirə biləcəyiniz bir məhsuldur. İstifadə üçün də çox yaxşıdır. Çox şıqdır deyərdim. İndi isə baxaq görək teksturası necədir. Məhsulumuzu bir dəqiqə deyəsən. Deməli, məhsulumuz bu formada da bağlıdır. Ona görə bu hissədən də açırıq məhsulumuzu. Sonra isə qapağını yenidən bağlayırıq və teksturasına baxırıq. Belə bir bəyaz rəngli teksturaya malikdir. Həqiqətən də çox gözəl nəmləndirir. Əgər əlləriniz həddindən artıq quru olursa, yəni bu qətiyyən çiçicə forması kimi olmur da. Əldə belə yapışqanlıq hissi buraxmır. Çox gözəl nəmli eləyir əlləri. Həqiqətən də çox rahatdır. Yəni biri var ki, kremi vurursan ələ, əlində ağırlıq hiss edirsən. Bunda elə bir şey yoxdur. Yəni elə bir hissiyat vermir insana. Qoxusu da ki, mükəmməl. Həqiqətən qoxusu superdir. Ona görə də bundan hər kəs alsın, çantasında mütləq olsun bu gözəl, şıq qablaşmalı əl kremimizdən. Keçirik növbəti yeniliklərimizə. ICL seriyasından olan kollagen maska plyonka. Yəni, deməli, bu məhsulumuz ICL seriyasından olan üz maskasıdır. Hansı ki, dəriyə tətbiq edirsən, quruduqdan sonra plyonka formatını alır da, belə deyim. Sonra dəridən çıxarırsınız və dərinizi çox gözəl şəkildə qidalandırır və kollagen effekti yaradır. Deməli, baxın, 50 milim ölçüyə malikdir. Bayaqçı əl kremimizi isə 30 milim ölçüyə malikdir. Deməli, məhsulumuza baxaq. Belə bir qablaşmada, ağzı bağlı formada bizlərə təqdim olunur. Artıq məhsulumuz özünü tuta bilmir və çölə daşır.
Gəlin elə belə olmuşkən əlimin üzərində tətbiq edeyim və məhsul təqdimatını bitirənə qədər əlimin üzərində qalsın, görək necə effekt verəcək. Bu formada əlimin üstünə tətbiq edirəm və saxlayıram. Baxın, belə bu formada gözləyirik. Deməli, istifadə qaydasına da baxırıq. Tətbiq etdikdən hardasa yəqin ki, kataloqumuzda ən yaxşısı kataloqda baxmaqdır. Deməli, yeniliyimiz bizim hardadır? Baxın, bu formada bir şeydir, məhsuldur. Deməli, tətbiq edirik və 15-20 dəqiqə dəridə gözləyirik, daha doğrusu dəridə saxlayırıq. Sonra isə bu formada, plyonka formasında dartıb qoparırıq. Gözləyək, heç nə. Deməli, keçid edirəm növbəti məhsuluma. Bu Blay belə bir adı var, qəribə bir adı var. Bu məhsulumuzun, deməli bu məhsulumuzda ağız gigiyenası üçün nəzərdə tutulan bir məhsuldur. Məhsulumuz ağzımızı təravətləndirir, ağızdan gələn pis qoxuları aradan qaldırır və ağız boşluğunda xoş bir ətir saxlayır, belə deyərdim. Aha, bu formada açılır. Nəhayət ki, baxın, belə bir çox qəşəngdir. Moruq sevənlər üçün çox möhtəşəm bir məhsuldur. Mən moruq qoxusunu o qədər də xoşlamıram deyə bilmirəm necə istifadə edəcəm. Bəlkə də istifadə edərəm, özüm istifadə etməsəm də evdəkilər istifadə edər. Deməli, həcmi 50 ml-dir, artikul kodu 8879-dur. Artıq açdığıma görə 6 ay müddətində istifadə etməliyim. Belə. Növbəti yeniliyimiz isə Beauty Lab seriyası. Mənim sevimli məhsullarımdan olan Beauty Lab. Çox möhtəşəmdir. Beauty Lab'ı çox sevirəm, həqiqətən də. Hər çıxan bir məhsulu, üz baxım məhsulları çox keyfiyyətlidir və çox özəldir. Sevərək istifadə edirəm. Xanımların hər birinə tövsiyə edirəm. Çünki möhtəşəmdirlər, həqiqətən də. Bu əlimdə gördüyünüz məhsulu isə qara, düyü tərkibli məhsulumuzdur. Yenə də kataloqumuza üst tuturuq. Təbii ki, kataloqumuz olmazsa olmaz. Mütləq kataloq olmalıdır hər dəfə. Deməli, Beauty Lab seriyasına baxaq. Beauty Lab, yenilik, hardadılar? Aha, budur bizim Beauty Lab seriyasından olan yeni məhsulumuz. Deməli, qara düyü ilə üz üçün cilalanma konsentrant. Çillərdən, makyaj qalıqlarından və artıq sebumdan dərinin yumuşaq, lakin dərin təmizlənməsi üçün sürətli və effektiv vasitə. Artikul kodu 12199. Çox möhtəşəm məhsuldur. Mən yəni Beauty Lab'ın hər bir məhsulunu sevirəm. Düz istifadə etməmişəm bu məhsulu. Amma inanıram ki, digər istifadə etdiyim məhsullar kimi bu da bir möhtəşəmdir. Baxın, belə bir teksturaya malikdir məhsulumuz. Belə bu formada. İnşallah. Hal-hazırda əlimdə maska olduğu üçün test edə bilmirəm. Bunu da qısa videolarımda test edib sizinlə bölüşəcəm nəticəsini. Digər məhsulumuz isə yeniliklərimizi deyirəmsə, retinol seriyasından 7-24 nəzərdə tutulan belə bir üz ovalını gözəl formaya salmaq üçün maskamızdır, yeniliyimizdir. Baxın, belə bir yeniliyimizdir. İstifadə qaydası çox asandır. Maskanı istifadə etməzdən əvvəl dərini təmizləyirik və qurulayırıq. Daxili hidrogel qatından qoruyucu örtüyü çıxarırıq. Maskanın kənarlarını dartıb çənənin orta hissəsinə yerləşdiririk. Maskanı qulaqlarda bərkidirik. Baxın bu formada. 1-2 gün, 1-2 gündə 1-2 saat. 1-2, yəni nə deməkdir başa düşməm. Gündə 1-2 saat, yəni üzdə saxlayırıq və çox gözəl nəticə əldə etmiş oluruq. İnşallah bunu da sizlər üçün bölüşəcəm. Mütləq və mütləq retinol seriyası bilirsiniz ki, baxım məhsulları arasında seçilən seriyalardan biridir. Digər məhsulumuz isə baxın, Delayne seriyasından olan belə təraş başlıqlardır. Bu formada
Digər məhsulumuz isə mənim sevimli salfetlərim. Həqiqətən də ləkə çıxarıcı salfetlər mükəmməldir. Çox bəyənirəm, çox da istifadə edirəm. Heç vaxt istifadə etmədiyim Faberlic seriyasından ilk dəfə istifadə edəcəyim bir məhsullardan yenə də biridir. Baxın, məhsulumuzun keyfiyyəti superdir, həqiqətən də. Artıq digər qab yuma vasitələrindən bezmişəm. Ona görə də istədim ki, bir dəfə də Faberlic'in bu qab yuma salfetini mi deyim, kukasını mı deyim, istifadə edib sizlərlə də fikrimi bölüm. İnanıram ki, yaxşı olacaq. Çünki Faberlic'də pis məhsul olmur, qətiyyən. Digər yeniliyimiz isə, baxın, Iceal seriyasından olan bu minnoşlardır. Çox sevdim bunları, həqiqətən. Çox bəyəndim. Yenə də bağlama məni o qədər, necə deyim axı, yorur ki, açmağı uzun çəkir. Deməli, nəhayət artıq birini açdım. Baxın, çox gözəl qablaşması var. Deməli, bu məhsulumuzun artikel kodu 6899-dur. Bu məhsulu həm rumyana kimi istifadə edə bilərsiniz, həm dodaqlarınızda istifadə edə biləcəyiniz bir məhsuldur. Baxın, bir də şirin bir formadadır. Bilək hissəmdə sizlərə göstərmək istəyirəm. Baxın, butonlardadır. Və bu məhsulu istifadə edərkən qətiyyən bu formada silərək istifadə etmirsiniz. Barmaq ucları ilə yavaş-yavaş bu formada dərinizə hopdurursunuz və beləliklə dərinizdə istədiyiniz çaları əldə etmiş olursunuz. Baxın, məncə hələ bu məhsulu göz paleti kimi də istifadə edə bilərsiniz. Bir tonda çox gözəl makyaj əldə etmiş olarsınız. Digər rəngimiz isə dağılır. Deyəsən məhsullarım artıq tələsirlər. Deyirlər ki, bizi də təqdim elə. Amma tələsməyin, hər birinizin vaxtınız var. Hər birinizi vaxtında təqdim edəcəyəm. Deməli, digər məhsulumuzu da sizlərə təqdim edeyim. Iceal seriyasından yenə də 6898 artikel kodlu növbəti rəng tonundan sahib. Bunu da bu hissədə tətbiq edeyim. Baxın, butonlardadır. Yenə də dediyim kimi rumyana kimi və dodaqlar üçün istifadə edə biləcəyiniz bir məhsuldur. Bu formada məhsulu dərimizə tətbiq edirik. Baxın, çox gözəl çalarları var. Qətiyyən məhsulu tətbiq edərkən bu formada, yəni baxın, bu formada silərək tətbiq etməyin. O zaman rəng tonu bilinmir. Elə bir məhsulu vurursunuz, əlinizlə də silirsiniz. Amma bu formada dəriyə hopduraraq istifadə etdiyinizdə çox gözəl nəticə əldə etmiş olursunuz. Ona görə də məhsulu istifadə etməklə, almaqla istifadə etməklə önəmlidir. Növbəti məhsullarımız isə belə bir bəylər üçün təraş alətidir. Artıq neçə dəfə göstərmişəm, yenə də göstərə bilərəm. Baxın, belə bir dəfəlik ürgüclərdir. Yəni, bir dəfəlik ürgücdən istifadə edən hər kəs Faberlic'dən alıb istifadə edə bilər. Çox da razı qalacaqlar. Digər məhsullarımız isə Activity seriyasından olan bu aknelər üçün patilərdir. Çox qəşəngdir, həqiqətən də. Baxın, burada göstərilib. Patilərin altında iynə başlıqlar var. Çox yaxşıdır. Həqiqətən də aknelərə təsiri olur. Aknenin üzərinə yapışdırırsınız patini. Hardasa 8 saat aknenin üzərində saxlayırsınız və patini qopardıqda özünüz də şahid olursunuz ki, artıq müalicə edib akneni. Çox qəşəngdir. Baxın, bu formada patilərdir. Baxın, sanki iynə ucluqlar var üzərində. Çox qəşəngdir. Əlimi vurmaq istəmirəm, çünki müalicəvi patidir. Buna əl vurulduqda artıq elə bir onu istifadə etmiş kimi oluruq. Ona görə də əlimi vurmuram. Yəni bu formatda sadəcə olaraq üzünüzə yapışdırırsınız lazım olan bölgəyə və 8 saat saxlayırsınız. 8 saatın sonunda isə patini dəridən çıxarırsınız. Belə. Növbəti məhsulumuz isə yenilənmiş qablaşma ilə, yəni ekstra güclü təsirə malik olaraq belə bir ləkə çıxarıcımız var.
Qablaşma yeni deyil də, qablaşmanın üzərində olan yazılarım yenilənib, tərkibimi yenilənib deyərdim. Tərkibinə amma baxıram, əvvəlki ilə eynidir. Sadəcə olaraq ekstra yazısı insanda biraz düşünməyə vadar eləyir ki, yəqin ki, daha da güclü formatda bizlər üçün təqdim olunub və yenə də ekstra bəyazlıq əldə etmək üçün belə bir bəyazladıcı məhsulumuz var. Yəqin ki, tərkibləri güclənərək bizlərə təqdim olunubdur. Və bir də digər məhsullarımız, bunları hər biriniz bilirsiniz xanımlar. Bunlar xanımlar üçün sağlamlıq məhsullarıdır. Gündəlik pedlər və aylıq istifadə üçün nəzərdə tutulan pedlər, hansı ki, nazik formatda, orta naziklikdə və qalin formatda olan məhsullardır. Çox qəşənglər. Alıb ürək rahatlığı ilə istifadə edə bilərsiniz. Heç bir qaşıntı, xəstəlik, qribok, göbələk xəstəliyi heç bir şey yaratmır. Yəni ürək rahatlığı ilə alıb istifadə edə bilərsiniz. Növbəti məhsullarım, baxın, belə bir qaralar və tünd paltarlar üçün nəzərdə tutulmuş gel yuma vasitəsidir. Digər məhsulumuz isə bəyazlar və rəngçilər üçün nəzərdə tutulmuş belə bir gel yuma vasitəsidir. Hər birindən 2 ədəd sifariş vermişəm. Növbəti məhsulumuz isə ətirləyici və yumuşaldıcıdır. Rəngli paltarlar üçün də uyğundur, bəyazlar üçün də uyğundur. Bir də soyun seriyasından belə bir ətirləyicimiz və yumuşaldıcımızdır. Bu da sırf bəyaz paltarlar üçün uyğun olanıdır. Ləkə çıxarıcımızın maye formatı istifadə edirəm. Evdə mütləq olmalıdır, çünki həqiqətən də çox yaxşı məhsullardır. Anti-ərb əleyhinə olan bu məhsulumuz olmazsa olmaz. Hər evdə mütləq olası bir məhsuldur. Çünki həqiqətən də vanna otağını və digər bəyaz hissələri çox gözəl şəkildə təmizləyir. Ərpin düşmənidir, belə deyərdim də birə-bir. Çünki həqiqətən də çox gözəl şəkildə təmizləyir və parlaqlıq verir məhsula. Qətiyyən necə deyim axı, məhsulu xarab etmir. Bəzi məhsullar var ki, tutalım ki, vururuq təmizləmək üçün ərpi apardığı dərəcədə elə bir həmən metlağı, daha doğrusu tutalım ki, krantın üstündəki o dəmiri də təmizləyir. Elə bir zərər verir də bir növü. Amma bunlar elə deyil. Çox möhtəşəmdir. Digər məhsulumuz antijir. Bu həqiqətən də çox möhtəşəmdir və hər bir sifariş etdiyiniz antijir məhsulunun yanında belə bir başlıq gəlir. Bu pulsuzdur təbii ki. Alın, çox gözəl təmizləyir, çox razı qalacaqsınız və yenə də belə bir qab yumaq üçün vasitələrim var. Bu almalını artıq çox sevdim. 2-ci dəfədir sifariş verirəm. İlk dəfə sifariş etdiyim isə belə bir aloe və kömür tərkibli qab yuma pastasıdır. Qara rəngdədir. Hər dəfə marağımı çəkirdi, amma bu dəfə dedim ki, mütləq alıb istifadə etməliyəm, görüm necədir. Çünki çox tərifləyirlər də bu məhsulu. Deyirlər ki, bundan yoxdur, opşim. Və bir də onu qeyd edim ki, bu məhsulumuz uşaq qablarını yumaq üçün də uyğundur. Eyni zamanda böyüklər üçün də təbii ki, uyğundur. İstərsəniz uşaqların qablarını, oyuncaqlarını istifadə etdiyi hər hansısa bir yuyulmağa uyğun əşyalarını yumaq üçün, təmizləmək üçün istifadə edə bilərsiniz. İstərsəniz də özünüz üçün istifadə edə bilərsiniz. Və bizim növbəti məhsulumuz isə mənim çox sevdiyim çantadır. Çox möhtəşəm çantadır. Baxın bu çantanın gözəlliyinə. Baxın bu çantanın neçə cür istifadəyə uyğun oluşuna. Yəni möhtəşəm bir çantadır həqiqətən də. Mən artıq bu məhsulumuzu, bu çantanı açmışam. Çox da bəyənmişəm. Baxın, bu bunun bir formatıdır istifadə üçün. Bir də bunun, baxın, buradan çıxarım. Aha. Bunu bir də belə istifadə edə bilərsiniz. İstər klassik geyimlərinizdə, istər spor geyimlərinizdə istifadə edəcəyiniz mükəmməl bir geyim aksesuarıdır deyərdim. Sonra isə baxın bu hissədən yavaşca itələyərək çantamızı açdıq və ay formasını aldı. Çox qəşəngdir. Həqiqətən də çox sevdim bu çantanı. Burada belə qıfıl formatında bağlama hissəsi var. Baxın, maqnit ilə bağlanır. Çox da yaxşı bağlanır. Yəni içərisinə qoyduğunuz hər hansısa bir qətiyyən bir məhsulunuz düşməz. Yəni düşmə ehtimalı sıfırdır. Baxın, belə bir astarı var və içərisində cibi var. Əgər astarı belə batarsa, bunu içərisindən belə çıxardaraq yuyub yenidən çantanın içərisinə daxil edə bilərsiniz. Baxın, bu da bizim çantamızın bağlanma formatıdır və bir də çantamızı bu formada istifadə edə bilərsiniz. İndi mən bunu da belə göstərim. Baxın, bu da bu formada istifadə üçündür. Belə bir
sadə qılpı ilə istifadə edə bilərsiniz və yaxud da hər çantada olduğu kimi, bir çox çantalarda olduğu kimi belə bir uzun qılpı da var. Bu qılpı da bu hissəyə, deməli, bunu da göstərim sizlər üçün. Aha, bu formada istifadə edə bilərsiniz. Deməli, mən yəqin ki, uzun qılpı ilə istifadə etməyəcəm. Çünki qısa qılpılar daha çox xoşlayıram. Baxın, buraları dağıtdım, təmiz demək olar ki. Deməli, bu formada da qılpdan istifadə edə bilərsiniz. Və yaxud da sadəcə bu qılpı istifadə edə bilərsiniz. Və yaxud da ki, bunu buradan çıxarıram. Aha, bunu çıxartdım. Bu formada da istifadə edə bilərsiniz. Belə, bu bizim möhtəşəm çantamız idi. Çox bəyəndim, həqiqətən də çox sevdim bu çantanı. Çox gözəldir də. Belə keyfiyyəti olsun, istər bağlama forması olsun. Həm fərqlidir, həm də çox keyfiyyətlidir. Və sonda gəlirəm, baxın, əlimin üzərinə maska tətbiq etmişdim, düzdürmü? Bu hissədən, baxın, bu hissədən belə edərək maskanı artıq çıxarıram. Baxın, görürsünüz, çox qəşəngdir. Həqiqətən də çox gözəldir. Yəni, kataloqda göstərildiyi kimi plyonka formasında əldən, yəni dəridən çıxır. Möhtəşəmdir. Mütləq siz də alın bu məhsullardan sınayın. Əgər köməyə ehtiyacınız varsa, nömrələrim səhifəmdə qeyd olunubdur. Daha doğrusu kanalımda qeyd olunubdur. Yazın mənə, mən də sizə köməklik edim. Siz də ambar qiymətinə bu məhsullardan əldə etmiş olun. Çünki ambar qiymətinə məhsulu əldə etmək möhtəşəmdir. Baxın, bu qədər mən məhsula deməli 51 manat pul vermişəm. 193 manat dəyərində olan bu məhsullara 51 manat pul vermişəm. 2 dəfə sifariş vermişəm. Bir də belə bir çəkim var. Deməli, baxıram. 59 manatlıq sifarişimə də 2 dəfə verdiyim üçün deməli 28 manat ödəniş etmişəm. Həqiqətən də möhtəşəmdir. Fabilik hər bir xanımın arzuladığı, istədiyi onlayn mağazadır. Siz də komandama qoşulun. Ambar qiymətinə məhsulları alaraq keyfiyyətli məhsullar işlədin. Sağlamlığınızın qeydinə qalın. Bu günlük bu qədər mənim əzizlərim. İnşallah növbəti videolarımda görüşmək ümidi ilə. Hələlik.